torpağı, bu milleti canından da çok sevirdi. Ayağını basan yerde taş üstünde gül bitirdi. Sumqayıt şəhərində Konstitusiya və Suverenlik ili çərçivəsində Ulu Öndər Heydər Əliyevin 102 illiyinə həsr olunan Dahilər Dahisi Çağırılır adlı möhtəşəm tədbir keçirilib. Bu xüsusi tədbir Sumqayıt Şəhər Tarix Muzeyində təşkil olunub. Tədbir sənaye və yüksək texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsili Mərkəzinin və Tarix Muzeyinin birgə əməkdaşlığı ilə reallaşıb. Tədbirdə şəhər icra hakimiyyətinin nümayəndələri, təhsil və mədəniyyət sahələri üzrə Abşeron Xızı regional idarələrinin əməkdaşları, şəhid anaları, vətən müharibəsi qaziləri, müəllimlər və şagirdlər iştirak ediblər. Tədbir iştirakçıları Ulu Öndərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edərək, onun Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, gənc nəslin milli rota tərbiyəsi və təhsilin inkişafı istiqamətində göstərdiyi misilsiz xidmətlərdən danışıblar. Tədbirdə çıxış edən Sumqayıt Tarix Muzeyinin rəhbəri Namiq Əliyev, Sumqayıtın Tarix Muzeyinin əməkdaşı Səidə Səfərova, Sumqayıt Şəhər İcra Hakimiyyətinin əməkdaşı Mehriban Nəcəfova, Sumqayıt Təhsil Sektorunun müdiri İman Ağayev, Abşeron Xızı Regional Mədəniyyət İdarəsinin əməkdaşı Bayram Cəfərli, Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Səyyər Abdullayev, Xidmət Sahələri üzrə Peşə Təhsil Mərkəzinin direktoru Gülşən Ömərova və Yeni Azərbaycan Partiyasının Sumqayıt Şəhər Təşkilatının nümayəndələri Ulu Öndərin zəngin siyasi irsi, dövlətçilik fəlsəfəsi və müasir Azərbaycan quruculuğundakı rolu barədə geniş məlumat veriblər. Onun milli mənəvi dəyərimizə, mədəniyyətimizə və tariximizə verdiyi önəm xüsusilə vurğulanıb. Şagirdlərin təqdim etdiyi bədii kompozisiyalar, şeirlər və mahnılar tədbirə xüsusi rəng qatıb. İfa olunan vətənpərvərlik ruhlu mahnılar və təqdim olunan rəqs nömrələri zalda alqışlarla qarşılanıb. Şagirdlərin çıxışlarında Heydər Əliyev şəxsiyyətinə olan sevgi və heyranlıq hiss olunub. Hər bir çıxış Ulu Öndərin əzəmətli irsini bir daha yaşatdı. Tədbir həm gənc nəslin milli lideri olan dərin ehtiramının təzahürü kimi yadda qaldı. Bu cür tədbirlərin keçirilməsi, Ulu Öndərin ideyalarının yaşadılması və gənc nəsilləri araşdırması baxımından mühüm əhəmiyyət daşıyır. Bu tədbir bir daha sübut etdi ki, xalqın yaddaşında əbədi yaşayan liderlərin xatirəsi nəinki unudulmur, hətta nəsillər arasında bir körpü rolunu oynayır. Dahilər Dahisi Çağırılır tədbiri bu baxımdan həm maarifləndirici, həm də mənəvi dəyərlər baxımından örnək bir tədbir kimi tarixə yazıldı. Nizami Rəsulov, Fərhad Ələkbərli, xüsusi olaraq Dinas TV üçün.